Qış aylarına nisbətən balaca fidanların əylənməsi üçün yay ayları daha əlverişlidir. Hazırda bağçaların həyətində yay aylarında balaca fidanların əyləncəsinin təşkili üçün müxtəlif şəraitlər yaradılır, əyləncəli oyunlar təşkil edilir. Əməkdaşlarımız mövzu ilə əlaqədar olaraq Tovuz şəhər 7 və 3 saylı Körpələr evi uşaq bağçasında olublar. Qeyd edək ki, 7 saylı Körpələr evi uşaq bağçasının binasının həyətində uşaqların əyləncəsi üçün müxtəlif attraksiyonlar mövcuddur. Burada uşaqların əyləncəsi üçün hər cür şərait var. Bundan əlavə bağçanın tərbiyəçiləri tərəfindən bağçanın həyətində müxtəlif əyləncəli yay oyunları da təşkil edilir. 3 saylı Körpələr evi uşaq bağçasında da bağçanın həyətində müxtəlif oyunlar təşkil edilir. Burada uşaqların əyləncəsi üçün attraksiyonlar olmasa da, ancaq tərbiyəçilər tərəfindən təşkil edilən yay oyunları balaca fidanların ürəyincə olur. Bu barədə hər iki bağçanın tərbiyəçisi televiziyamıza danışıb. Bizim bağçada hər cür şəraitimiz var deyə parka getməyə ehtiyacımız yoxdur. Çox sağ olsun dövlətimiz hər cür şəraitlə bizi təmin edib deyə biz bağçada yay vaxtlarında çox gözəl zaman keçirə bilirik. Uşaqların əyləncəsi üçün yay oyunları təşkil edirik. Uşaqların təmiz havada vaxt keçirməsini təmin edirik. Çox təəssüflər olsun ki, bağçamızda uşaqlar üçün attraksiyonlar yoxdur, amma bağçamızın həyəti geniş olduğu üçün və ağaclarımız daha çox olduğu üçün uşaqlarımızı təbiətdə müxtəlif oyunlarla, əyləncəli musiqili oyunlarla və mənimlə yanaşı tərbiyəçi yoldaşlarımızla birlikdə uşaqların vaxtını daha səmərəli keçirməyə şərait yaradırıq. Kamran Əskiparalı, Amin Qəhrəmanov bugün informasiya proqramı üçün.